Salamlar əziz və dəyərli soydaşlar, dostlar. Bu İran, Amerika və İsrail savaşında neçə günlərdir baxıram ki, sosial mediada bir iddia insanların ehsasatından və duyğusundan istifadə edərək İran terror rejimini müdafiə edirlər ya İran terror rejimini qoruyub saxlamaya çalışırlar. Və deyirlər ki, orada günahsız insanlar ölür. Tamam, doğru düzgündür, günahsız insanlar ölür, biz də narahat oluruq, amma dünya belədir, yaşda qurunun otuna yanır. İndi bu həmin adamlar ki, günahsız insanlardan danışır. 2 ay bundan qabaq İran terror rejimi interneti bağladı və minlər günahsız insanı gülləbaran eləyib canını aldılar. Həmin bu adamlar ki, günahsız insanlardan danışırdılar, onların haqqında heç bir söz etmədilər. İranın öz verdiki rəqəmlərə görə 4000, amma başqa rəqəmlərə görə 30.000, 40.000 insanı İran terror rejimini qətlam elədi. Həmin bu günahsız insanlardan dəm vuranlara mən deyirəm ki, Suriyədə, İraqda, Lübnanda, Yəməndə minlər günahsız insanın ölümünə səbəb olan İran terror rejimini niyə tənqid eləmədiniz? Onlar insan deyildi. Sadəcə İran terror rejimini qorumaq üçün günahsız insanlar yaduza düşür. Qasım Süleymanı və sipahi terroristi Pasdaran Suriyədə, İraqda nə qədər adam öldürdülər? Günahsız insanları öldürdülər. Daesh adı ilə. Güya ki, Daeshlə mübarizə edirlər. Halbuki Daesh 2014'te düzəldi. 2014'ün axırlarında zuhur elədi. 2010'dan başladılar orada insanları qətlam eləməyə. Bu tip insanlar ki, demokrasini, hüquq bəşəri, bilməyəm, günahsız insanları alət eləyib İran terror rejimini qorumağa çalışırlar. Bunların sözlərinə çox əhəmiyyət verməyin. İran terror rejimi gərək gedə. İran terror rejimi məhv olmalıdır. Biz onu hesab eləməliyik ki, bu İran terror rejimi gedərsə, nə qədər günahsız insanlar ölməyəcək, nə qədər günahsız insanlar həbs olmayacaq, nə qədər günahsız insanlar haqq hüququna çatacaq, nə qədər günahsız insanlar əsarətdən azad olacaq. Bunları hesab eləməliyik. Yoxsa bir iki nəfər ölüb. Əlan İran, İsrail, Amerika savaşında. Bu 30 neçə gündə 1500'e yaxın adam ölüb. İranda. Hamısı da nizama bağlı. Bu onların ailəsidir. Deməyin günahsız insan. Onların ailəsi. 47 ildir bizi soyub soğana çevirənlər. 47 ildir bizim haqqım, hüququmuzu yiyənlər. Onlar günahsız deyil. O mədrəsədə öldülər, onları demirəm, onlar günahsızdır. Amma onların ailələri köylü, yaxınları köylü, onlar günahsız deyil. Onlar bizim anamızı ağladıblar 47 il. Tutaq ki, qardaş, bunlar əslən bu günahsız insanlar yolunda çalışanlar doğru düzgün danışır. Tamam. Da dünyanın təbiəti belədir də, qardaş. İnsan yaranıb ki, yaşayıb belə, indi bir iddəsi tez ölür, bir iddəsi gec ölür. Yaxşı, savaş olmadı, bu insan ölür də, zəlzələ, bilməyəm, başqa bəlalar. Məsələn, korona gəldi, dünya gələnində 20 milyondan çox insan öldü. Bu insan ölür də, qardaş. İndi sən günahsız insanı alət eləyib İran terror rejimini qoruyub saxlayacaqsan. Japona atom bombası attılar. Düzdür. Onun da səbəbi özləri oldu ki, Amerikaya saldırdılar Japonlar. Bomba, atom attılar. 220 min günahsız insan öldü. Doğru.
Allah rəhmət eləsin hamımız. Bu gün Japonun 125 milyon milləti adam kimi yaşayır, adam. Japon dünyanın 3-cü iqtisadıdır, ekonomisidir. İnsanların yaşayış səviyyəsi dünyadan 50 il iləridədir. Bu gün ehsasatı olmayacaq da, mən hazirəm. 50 min bizim öz insanlarımızdan ölsün, biz ölək. Mən də onların içində ölüyüm. Amma 40 milyon, 30 milyon mənim insanım doğru düzgün yaşasın. Bu ehsasatla, bu duygusallıqla danışanlar, bu məddahlar ki var ki, ehsasatı, duygusal, nohət eylər, terror rejimini ömrünü uzadırlar. Bunlar onlarla heç fərqi yox. Eynidirlər. Hədəfləri nə mənədir? Hədəfləri bu terror rejimini qorusunlar və bunlar da orada müftəsinə, yesinlər, kefə baxsınlar. Bunlar bizim fikrimizdə deyil, bunlar millət fikrində deyil, vətən fikrində deyil. Nəm altyapı vuruldu, nəm zirsaxtlar vuruldu. Nə zirsaxt var? Sən git Qərbi Azərbaycana, Ərdəbilə, Şərqi Azərbaycana, Zəncana, Güney Azərbaycana, bütün şəhərlərini get gör, insanlar nə vəziyyətdə yaşayır. Təbrizin ətrafında Zağəneşin, Hələbi abad deyərlər. Hələbinin içində yaşayır. Sistan-ı Bəlucistan'da çəpərdə yaşayır, çəpərdə. Otdan, halaqdan düzəldi bu ev. Onun içində yaşayır. Bu ölkə nə mənədir ki, bunun altyapısı da ola, zirsaxtı da ola. Özümüzü allatmayaq. Bu İran terror rejiminin getməsi lazımdır. Bu ehsasatla danışanların da oyununa gəlməyək. Çalışmalıyıq, mübarizə eləməliyik. İran terror rejimi geçsin. Mən pəhləvici də deyirəm, pəhləvinin də gəlməsini istəmirəm. O bəziləri gedinəm demokrasi adı ilə, insan haqları adı ilə otururlar toplandığında, federalizmlə, demokrasi adı altında toplaşırlar. Onlar hamısı imtihan olub. Bizim tək bir yolumuz var. Güney Azərbaycan Türk Cumhuriyyəti və nəhayət bütün Azərbaycan. Özümüzü allatmayaq. Ehsasatı sözlərlə, duygusal sözlərlə özümüzü əsarətdə, İran terror rejiminin əsarətində saxlamayaq. O Türkiyənin TV-lərində, Azərbaycanın TV-lərində oturublara insanlığı alət eləyirlər. Və siz özünüz, öz şərəfsizlər, öz televizyonunuzda özünüz danışmaydınız, deməydiniz İran İslamın düşmanıdır. İran İsraillə pərdə arxasında dostdur, zahirdə düşmandır. İran günahsız insanları öldürür. İran İslamın düşmanıdır, Türkün düşmanıdır. İndi nə olub o terror rejimini qoruyuyorsunuz? Biraz şəxsi mənafeyləriniz var. Ha? Nə olar biraz şəxsi mənafeylərinizdən keçəsiniz, Güney Azərbaycana bir düşünəsiniz. Oradakı 30-40 milyon soydaşınıza. Bir söz var türklərdə, deyir, qış gedər, üzü qaralıq kömürə qalar. Bu qış gedəcək, bu fəlakət gedəcək, bu İran terror rejimi məhv olub gedəcək, amma üzü qaralıq sizə qalacaq. Bizim qarşımızda çıxıb türklikdən dəmvranda, onda sizin üzünüzə tüpürəcək, deyəcək, danışmayın. Siz türkün düşmanının yanında durdunuz. Bəli, Azərbaycan TV-lərində İranı müdafiə edənlər, Türkiyədə, Azərbaycanda İran bayrağı dalğalandıranlar. Bunu bilirsiniz, İranda Türkiyə və Azərbaycan bayrağı əlinə götürəni həbs eləyirlər, başına minlənə oyun gətirirlər. Bilirsiniz? Yox. İnsani yardım göndərəcəksə İrana. 40 milyon soydaşı alət eləyib, İran terror rejimini müdafiə eləyirsiniz də. Bunlar hamısı qalacaq, səbt olacaq. Bunlar yaddan çıxmayacaq. Qədim zaman deyil, bir işlər görəsiz, yaddan çıxa, örtbas olurlar, gedirək. Bütün danışıqları hamısı arşivdədir, qalacaq. Zamanında vuracaq sizin sifət üzə. İndi nə oyundan çıxıyorsunuz, çıxın. Müşkülü yoxdur. İstədiyiniz oyundan çıxın. Heç müşkülü yoxdur.
Amma bədəlini ödəyəcəksiniz. Və biz sizə ödətdirəcəyik. Bunu bilin. Yadınızda saxlayın. Vaxtınız xeyirli olsun. Yaşasın Güney Azərbaycan Türk Cumhuriyyəti. Tək bir yolumuz var. Olsa da olmasa da. Güney Azərbaycan Türk Cumhuriyyəti. Ya ölüm ya azadlıq. Bitdi getdi. Başqa yolumuz yoxdur.